İstədilər. Onları klavişdə Samir Rzayev, zərb alətlərində Məhəmməd Əliyev, nağarada isə Yusuf Rüstəmov müşahidə edəcəklər. Xoş gəlmisiniz hər birini. Məşədi İbadın mahnısı ilə başladı, səhv etmirəmsə. O olmasın, bu olsun əsərindən Üzeyir bəyin dahi əsəri. Görün, hara gəlib çıxdıq, həqiqətən də görürsünüz. Mən deyirəm, o qədər bir-birlərinə bağlıdırlar ki, elə bilirsən ki, məsələ bu ikinci musiqini də Üzeyir Hacıbəyev yazıb. Biz solo ifalarımızı etdik. Mən düşündüm ki, kamançı aləti heç vaxt nağara üçün solada ifa etməyib. Bu da bir yenilikdir. Kamanla nağaranın değişməsi. Vəhdəti. Zərb alətlərinin ifaçılarına xüsusi təşəkkürümü bildirirəm. Çox sağ olun uşaqlar, həqiqətən. Məhəmməd, Yusuf, siz neynədiniz belə? Təşəkkür eləyirəm sizə. Məhəmməd də bu alətdən o bir alətə keçidlər eləyir. Hələ axırda görərsiniz ki, bir dənə burada toy düyün olacaq ki, o alətin məhz gözəllikləri odur ki, bu uşaqlar bunları duya bilirlər. Bu alətlə nəbzdir də, insanın nəbzidir. Yusufun haqqında saatlarla danışsam, Yusuf birinci kurs olmasına baxmayaraq, sanki elə bir ki, bu alətlə dünyaya gəlir. Kimin tələbəsidir Yusuf? Yusuf bu dəqiqə Mədəniyyət və İncəsənət Universitetinin Təhmasib müəllimin tələbəsidir, amma Kamran müəllim onun ustadı olub. Məhəmməd də Xəyal müəllimin tələbəsi olub, səhv etmirəmsə, elə deyil. Yəni, bugün ustadlarının məhz onlara ötürdüyü o dərslərdən o qədər bəhrələniblər ki, mən deyərdim ki, şəxsən məni arxamda əgər zərb aləti, yəni ki, ritmi gözəl bilən insan olmayanda mən ifa edə bilmirəm. Nə maraqlıdır. Məndə bir xasiyyət var da, əgər mən o ritmi, mənim nəbzimi tutan insan, mənim ruhumda bir dənə baxışımdan, bir jestimdən, əgər onu hiss edirsə, mənim bax, bugünkü gündə bu ifalarımın gözəl ərsiyə və o şux, şövqlə çalmağımın ritmin gözəl məni duymasıdır. Bu günlərin minnətdarlığımı bildirirəm və bizim Samir qardaşımız da bu günlərin bizə yardımcıdır. Mən dərin təşəkkürümü bildirirəm ki, hər bir insan ki bu işdə zəhmət qoyub, onlara
təşəkkür düşür. Çünki həqiqətən çox böyük məsuliyyət düşür Azərbaycan xalq musiqisinə, sütunlarına dəyməyərək onu inkişaf etdirmək və yeni tələbələr yetişdirmək. Bilirsiniz, çox böyük bir yoldur. Ən şərəfli yol olsa belə, amma ən məsuliyyətli.